iller geçti, vaxt bitdi bir an. Bilmədik hara getdim, ötüşüb zaman. Hələ dünən uşaq idik, məktəbə gələndə. Əziz müəllimin üzünü görəndə. Bağlı qapıları o açdı bizə. Savad verdi müəllimim, borcluyuq sizə. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Neçə kitablar gözləyir bizi. Kitab böyük məktəbdir, doğmadır bizə əziz. Elm bilik qazanmaq məqsədimizdir. Bilə-bilə ucalaq biz hər birimiz. Nurlu gələcək İrəlidə bizi gözlər. Yenə minnətdarıq biz sizə müəllimlər. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Əlvida, əlvida, körpəlik əlvida. Vaxt ötür, il keçir, böyüyürəm mən daha. Sen elimizden tutup yazmağı öğrettin bize. Sen bizden gayrını, sevgini eşlik etmeyen bir meleksen. Biz 4. sınıfı bitiriş, iptidai sınıf elvida. Geleceğe ümitle yol geliş, yeni yolda uğur kazanmaya. Biz 4. sınıfı bitiriş, iptidai sınıf elvida. Geleceğe ümitle yol geliş, yeni yolda uğur kazanmaya. Sen elimizden tutup yazmağı öğrettin bize. Sen bizden gayrını, sevgini eşlik etmeyen bir meleksen. Biz 4. sınıfı bitiriş, iptidai sınıf elvida. Geleceğe ümitle yol geliş, yeni yolda uğur kazanmaya. Biz 4. sınıfı bitiriş, iptidai sınıf elvida. Geleceğe ümitle yol geliş, yeni yolda uğur kazanmaya. Biz 4.
Küçük kalbimde koca bir gizli, renkli düşler uçuşur gökyüzü gibi. Elimde bir kalem çiziyorum seni. Hazin bir masal bu okul yollarında. Küçük hayaller büyür zamanla. Tahtaya yazılan her kelimeyle dünyayı boyarım renkli düşlerimle. Tebeşir tozu avuçlarımda, küçük sıralar büyük umutlarda. Bir yıldız gibi parlıyoruz karanlıkta. Hayatın resmini çiziyoruz sabırla. Hazin bir masal bu okul yollarında. Küçük hayaller büyür zamanla. Tahtaya yazılan her kelimeyle dünyayı boyarım renkli düşlerimle. Tebeşir tozu avuçlarımda, küçük sıralar büyük umutlarda. Bir yıldız gibi parlıyoruz karanlıkta. Hayatın resmini çiziyoruz sabırla. Hazin bir masal bu okul yollarında. Küçük hayaller büyür zamanla. Tahtaya yazılan her kelimeyle dünyayı boyarım renkli düşlerimle. Bazen düşeriz, bazen kalkarız. Gözyaşlarıyla gülümseriz. Küçük adımlarla ilerleriz. Gökkuşağını yakalarız. Hazin bir masal bu okul yollarında. Küçük hayaller büyür zamanla. Tahtaya yazılan her kelimeyle dünyayı boyarım renkli düşlerimle. Güneş doğur, uyanır dünya. Sular ahır, çayda ahır hayat. Uşaqlıq dolur, bu təmiz hava. Sevinç dolur, herkesin yana. Gülüşler uçar, göyerçin kimi. Xəyallar dalar, buludun izi. Həyat nağıl, gözəl bir hekayə. Uşaqlıq ruhu, təravət dolu həyat. Yarpaq titrer, quşlar oxuyar. Sözlər qurar, ürəkdə anılar. Sonsuz gökyüzü, baxıb heyran kal. Uşaqlıq sirri hər yerdə qalar. Gülüşlər uçar, göyərçin kimi. Xəyallar dalar, buludun izi. Həyat nağıl, gözəl bir hekayə. Uşaqlıq ruhu, təravət dolu həyat. Külək oynar, oxşayar saçları. Həyat bizə açar öz qucağını. Hər səhər yeni bir başlanğıc olar. Uşaqlıq izləri bizdə qalar. Gülüşlər uçar, göyərçin kimi. Xəyallar dalar, buludun izi. Həyat nağıl, gözəl bir hekayə.
bize açar öz kucağını. Her seher yeni bir başlangıç olar. Uşaqlıq izləri bizdə qalar. Gülüşlər uçar göyərçin kimi, xəyallar dağlar buludun izi. Həyat nağıl, gözəl bir hekayə, uşaqlıq ruhu, təravət dolu həyat. Bugün siz 4. sınıfı bitirirsiniz inşallah. 5. sınıfa qədər qoyursunuz. Bilirsiniz ha? Allah hamınızın bu yolda yolunuzu açıq eləsin. O gün olsun 11. sınıf bitirəsiniz. Və hamınız ali məktəbə qəbul olasınız. Sağ olun.
dördüncülər, hörmətli müəllimlər və valideynlər. Bugün biz biraz həyecanlıyıq. Çünki bizdə bugün qeyri-adi bir gündür. Bugün məktəbimizin 4-cü sinif şagirdləri ibtidai siniflə vidalaşır və yuxarı təhsil pillələrinə addımlayırlar. Bu münasibətlə bugün onların şərəfinə hazırladığımız Əlvida İbtidai Sinif adlı bayram şənliyinə toplaşmışıq. Dinc, azad, firavan həyat sürməsi üçün öz canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqə şükür ilə yad edək. Məktəb həyatı ömrümüzün ən gözəl illəridir. Bu illərə qədəm qoyduğumuz ibtidai sinif isə bizi bu həyata hazırlayan ən doğma yerdir. İllər keçsə də bu yer, bu məkan bizə başqa cür doğma gəlir. İndi isə çıxış üçün sözü məktəbimizin direktoru İlahə Əliyevaya, direktor müavini Tariyel Əzov və təşkilat işləri üzrə direktor müavini Yunis Rəhimova veririk. Hər birinizi salamlayıram, əziz balalar, sevgili şagirdlərimiz, dördüncülər. 2024-2025-ci tədris ilində dördüncülər sondur, artıq təhsil pilləsinin ibtidai təhsil səviyyəsini başa vurur. Bununla artıq siz orta təhsil səviyyəsinə qədəm qoyursunuz. Bununla bağlı sizin hər birinizi ürəkdən təbrik edirəm. Yollarınız açıq olsun, işıqlı olsun və sizin sinif rəhbərlərinizi, Səbinə müəllimə, Nəzakət müəllimə sizi də təbrik edirəm. Uğurlar arzulayıram hər birinizə. Sağ olun. Tədbiri açıq elan edin. Mən də öz növbəmdə bu əziz qurbaları təbrik edirəm. 4 il müddətdə artıq sünnətə yiyib gəlirsiniz.
Yəni ilk ana sözü yazma müəllimlər sizin əl uzatdılar, sizi öyrətdilər. İnşallah ki, bugünkü gündən siz 4-cü sınıfı müvəffəqiyyətlə qutardınız. Yəni keçən il müəllimən dediyi kimi artıq bugünkü gündən etibarən gələn 5-ci sınıf şagirdləri oluyorsunuz. Hər birinizə bu yolda uğurlar arzulayıram və bütün valideynlər adından da və öz adımızdan da bu hər iki müəllimə öz böyük minnətdarımızı bildiririk. Çox sağ olsunlar. Allah həmişə işimizi aman biləsin. Mən də təbriklərə qoşularaq 4-cü siniflərimizi və onların müəllimlərini təbrik edirəm. Deməli, ibtidai təhsil səviyyələrini bitirirlər və onlar 5-ci sinifə qədəm qoyurlar. Bu yolda onlara uğurlar arzulayıram. Müəllim, qayğınla böyüyür insan. Sən evlə kamala qanad verirsən. Ana dilimizin gül bulanından körpə balalara su içirirsən. Alim kəşf eləyir, yazır əsərlər. Sənin də bunlarda alın tərin var. Sən də yaradansan kitablar deyib, alimin özüdür canlı əsəri. 50 il dodağın əlifba dedi, sürmədi qəlbinin eşqi həvəsi. Birinci şagirdin babadır indi, sonuncu şagirdin onun nəvəsi. Əziz müəllimim, onu bil ki sən ömür boyu yenə də müəllimmisən. Şakird tək qarşısında dayanıram mən, müəllim adına baş əyirəm mən. Sən uşaq könlümün eski ilqarı, andıydın ustadım, dostum, yoldaşım. Bunun üçün bu adı daşıyanların önündə hörmətlə əyilib başım. Anamın dili sən, elmin əli, sazımın teli sən, əziz müəllim. Niyyətlisən, doğma əzizsən, qəlblərə fərəhsən, əziz müəllim. Oxumağı, yazmağı bizə sən öyrətmisən, riyazi bilikləri bizə sən öyrətmisən. Qana vətəni, onu sağın düşməndən hər zaman qorumağı bizə sən öyrətmisən. O docağı sevməyi bizə sən öyrətmisən. Keçmişlərə varmağı, gələcəyi qurmağı, müxtəsərin nəyi bilməliyik biz. Hamısını bilə-bil bizə sən öyrətmisən, əziz müəllimimiz. Bu 4 illik ibtidai məktəb həyatında oxumağı, yazmağı, hesablamağı, tapşırıqları yerinə yetirməyi öyrənirik. Müəllimlərimizin sayəsində yeni biliklərə yiyələnir, yeni məlumatlar öyrənirik. Bizə bu yolda uğurla addımlamağı öyrədən ibtidai sinif müəllimlərimizə təşəkkür edirik və gözəl arzularını dinləmək üçün sözü 4-cülərimizin sinif müəllimləri Səbinə və Nəzakət müəllimə veririk. Əziz 4-cülər, sizi bu bayram münasibətilə hamınızı təbrik edirəm. Sizə həyatda uzun ömür, can sağlığı arzulayıram. O gün olsun 11-ci sınıfı bax belə bitirəsiniz və hamınız ali məktəbə qəbul olasınız. Bir də arzum budur ki, hamınız ata-ananıza layiqli bir övlad olasınız. Əziz şagirdlər, mənim üçün dəyərli, əvəzsiz olan uşaqlar, hər birinizi təbrik edirəm. Bu 4 illik məktəb həyatında ibtidai təhsil pilləsini uğurla bitirdiyiniz üçün hamınızı təbrik edirəm. O gün olsun, 11-ci sınıfı bitirib uğurla ali məktəbə qəbul olasınız. Ali məktəbə qəbul olmasanız belə, həyatın bütün pillələrində uğurlu nəticələr əldə edəcəksiniz. Həyatınız hər zaman gözəl, firavan, azad, ürəyiniz istədiyi kimi olsun. Hamınızı çox sevirəm, hər biriniz mənim üçün dəyərlisiniz. Əziz müəllimim, dediklərin doğru imiş sətir-sətir. Nə olar, sən o günləri bir canlıq geri gəl. Gedək.
Bazen şirin yollarda Gözlerim şişiriyorum Sevinçle yürürüm Doğma mektep yollarında Bir bak senin sözlerine İki gittik giderdik biz Sevdeki vazgeçerek Bugünler anlayacaksın Koşa hırım vermek için Uslarına beyaz renkli Kepenekte korumak için Siz çok şeyden geçeceksiniz Hele sen için Kalmanıp yanacaksın Onda beni anacaksın Aziz halimim Dedikleri doluyum istediğin Ne olursan o günleri bir daha geri getir Aziz halimim Dedikleri doluyum istediğin Ne olursan o günleri bir daha geri getir Ve qadam bastığımız ilk gündən söylediğimiz kəlmə ana, vətən kəlməsi olub. Biz vətənimizi sevirik və onunla fəxr edirik. Fəxr edirik ki, belə bir vətənin övladıyıq. Azərbaycan arzum mənim, kürüm həm arasım mənim, adım doğma ana vətən, anam tək, əzizim mənim. Azərbaycan mayası nur qayasıdır ki, hər daşında alov dilli ox ola bilər. Azərbaycan nöyən dayağıdır ki, ana yurdun nöyənə toxuna bilər. Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan çiçəklər içində qaya, mənim könlüm bu torpağı vəsf eyləyərək, Azərbaycan dünyasından baxar dünyaya. İndi isə şagirdlərin ifasında millətim rəqsinə baxaq. Gülmek günahdır.
Geleceğim cezanı çekmeyin vakti Hesabı bakırda kesen millete Üzme korkma çukurdaşları Seslesem dikerim dağlar taşları İstesem tarifim bir de başlarım Ben durum hayattan ezen millete Şeytanın ümidini güzel milletem Dünyanı üstüme kaldırdım yeter Dünyanın derdine gezen milletem Çekil torpağımdan ey yavru düşman Ben şeytanın ümidini güzel milletem Dünyanı üstüme kaldırdım yeter Dünyanın derdine özen milletem Bu dünyanın derdine özen milletem Tarih bize anlattı, onlar yurdu gözemeter Damarında kanım coşup Azerbaycan kelimesinden Tarihe ölmez işte milyonların yolanda Biz geri geleceğe istillalın sonunda Ya düşman tarih boyu torvurdu milletine Gitti gölden gelen yüzlerine Millerden yanan ocak her rüzgar rastlanan değil Azatlığa gönül veren bu sevdalan dönen değil Azatlığa gönül veren bu sevdalan dönen değil Azatlığa gönül veren bu sevdalan dönen Babaların iyi ruhu değildi Ömür bize vatan üzüm verildi İstas değil Türk yaklaşış şanımız Kurban Veysel ana olsun kanımız O kansızlar öcümüzü almasa Vatan bize oğul değil ölmesin Dur kardeşim silahımız eğlendi Cennet nurla imtisali eylesin Çekil torpağından ey yavru düşman Ben şeytanın ümidini üzen milletem Dünyanı üstüme kaldırdım yeter Dünyanın derdine özen milletem Çekil torpağından ey yavru düşman Ben şeytanın ümidini üzen milletem Dünyanı üstüme kaldırdım yeter Dünyanın derdine özen milletem Bu dünyanın derdine özen milletem Düşmenin bağrını yaran milletem Neyse şahitlerimizi rəqsə dəvət edərik.
balacalar artıq təhsilini iç pilləsini başa vurur. Öz körpəliyi ilə sağollaşırlar. Gözəl dostlar, topladığım fəsilləri, adladığım, hərdən bir də darıxdığım bir kiçik sinifim var. Mənim qəlbdən sevdiyim, ona könül verdiyim bir kiçik sinifim var. Ay mənim cəhətinim, bu gün dərsə gedirsən, özün boyda çartar, sağ sola yerlədirsən, şaflardan beynilərdə alada nur düşər, illər keçər, axırda çatı da yürtürləşər. İndi isə şagirdlərimizi Şuşanın dağları mahnısının sədaları altında rəqsə dəvət edirik. Şuşaya sahib çıxdığımız müddətcə. Həyat gözəldir. Kiçicik şeylərdən xoşbəxt olduğumuz müddətcə. Həyat gözəldir. Özünüz böyüdüyünüz, amma ruhunuzun uşaq saf, təmiz, məsum qaldığı müddətcə. Hər zaman ruhunuzun uşaq qalması, amma özünüzün böyüyüb ən gözəl məqamlarda olmanız diləyi ilə sizi ibtidai təhsil pilləsindən daha yuxarı təhsil pilləsinə yola salarıq. Qədəmləriniz uğurlu olsun əziz dördüncülər. Nə qədər böyüsəniz də bilin ki, hər zaman heç çəkinmədən qaçıb gələ biləcəyiniz bir ibtidai sinif otağınız, ən az valideynləriniz qədər sizə güvənən, sizi sevən, yanınızda dayanan, sizinlə hər daim qürur duyan müəllimləriniz var. 7 sinif şagirdlərinin ifasında Həyat Bayram olsun musiqisi. Şu dünyadaki en mutlu kişi mutluluk verendir. Şu dünyadaki sevilen kişi sevmeyi bilendir. Şu dünyadaki en güçlü kişi güçlükten gelendir. Şu dünyadaki en bilgin kişi kendini bilendir. Bütün dünya buna inansa, bir inansa,
bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Ra-ra-ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram. Ra-ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram. Ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram. Ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram. Ra-ra-ra-ra-ra-ra-ram, ra-ra-ra-ra-ram. Bununla da 4-cü səviyyə və son zəngin alırdığı tədbirimiz yekunlaşır və təbiri təşkil edən müəllimlərimizə təşəkkür edirik və bir daha hamımıza uzun uğurlu ömür, bir də can sağlığı, ən əsaslı bir də ki, həyatda uğurlar arzulayırıq. Çox sağ olun, həmişə var olun. Şirin 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 olurum. Şirin 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 olurum. Cahilun mahalle ve davişur. Cahilun mahalle ve davişur. Tukordu sivre sesare. Tukordu sivre sesare. Bir daha. Teşekkür ederim. Ben de